Əgər İlham Əliyev korrupsioner deyilsə, əgər rüşvətxor deyilsə, əgər onun, nə bilim, siyasi, iqtisadi bütün demək olar ki, siyasəti yaxşı işləyirsə, ölkə xarici siyasəti, nə bilim, parlamenti, məhkəmə sistemi güclü işləyirsə, İlham Əliyev məndən niyə qorxsun ki? Mənim tənqidlərimdən niyə qorxsun ki? İşləmir deyə, mən bunu deyirəm deyə, mən niyə xəyanətkar olum ki, İlham Əliyev? Sən özünü düzəlt. Sən başında oturduğun, adına dövlət dediyin o ölkədə mən bu dediklərin problemləri aradan qaldır. Korrupsionersən çünki sübut olunub. Mən ona görə deyirəm. Yoxsa mən səni əlində tutmamışam ha. Əlində tutanlar sübut eləyiblər, sən də boynunu almısan. Ona görə deyirəm. Boynunu almasan çıxıb verərdin onları məhkəməyə. Başqa söz deməyə ehtiyac yox. Bunu uğurluyursan, o da sübut edilir. Bunu ortaya çıxardan jurnalist, yəni niyə xəyanətkar olsun İlham Əliyev? Sən dövlətin malını uğurluyursan, sərvətini uğurluyursan, bunu yazan jurnalist xəyanətkar olur. Niyə? Yəni bu nə anlayışdır? Bunu deyən İmaməddin niyə xəyanətkar olsun? Sən uğurlamısan, mən də görmüşəm, demişəm, yazmışam, jurnalistlərdən gətirmişəm statlar, demişəm ki, İlham Əliyev, sən burada oğurluq edirsən. Yaxşı, pulu uğurlayanlar vətənpərvərdir hamısı bu gündən sonra. Onu soruşanlar da xain olsun. Olsun da, olaq da, onda biz xainik. Biz onu soruşuruqsa, uğurlayan vətənpərvər, pulu soruşansa xaindir. Bu Azərbaycandır mentalitetidir onda. Onda o mentalitetlə biz də sizin kimi başımıza əyək yaşayalım. Uğurluyur. Özün, deyək ki, hansısa bir dövlət layihəsi olsun və yaxud da gizli, hansısa bir arvadının hansısa bir gizli layihəsidir. Bir dənə deyil ki, milyon dənədir. Layihə həyata keçirilib, sonra audit gəlir. Deyək ki, baxır 2 milyard ayrılıb, bunun 300 milyonu yoxdur. Audit görür, yoxdur burada. Buna indi sənin arvadın cavab verməlidir, ya özün cavab verməlisən, ya dövlət, indi dövlət layihəsidirsə onun başında duran cavab verməlidir, elə deyilmi? Mən də deyirəm ki, jurnalistəm, yazıram ki, deyək ki, 1 milyardlıq layihədə 300 milyon çatışmamazlıq var. Bunu da sənədlə izah edə bilmirlər. Soruşuram, o 300 milyon haradadır? Niyə yoxa çıxıb? Mən bunu soruşuram, elə deyilmi? Dövlətimi gözdən salmayın nədir? Dövlətimizi gözdən salmayın nədir? Bax, bunu necə izah edək İlham Əliyev? Mən sənin korrupsiyanla, mən qoyduğum layihələrindən, oradan çıxan itkilərdən, dövlət alqı-satqılarından danışan, oradan çatışmayan pulları soruşanda dövlətimizi gözdən salmayın nədir? Bizi gözdən salırsınız. Sizin nəyiniz var ki, gözdən salınasın?